Devdoraki təhlükəsizlik sisteminin işə düşməsindən sonra Daryal keçid məntəqəsindən vətəndaşlar və əməkdaşlar təhlükəsiz əraziyə təxliyə edilib. Güclü yağış səbəbindən həyəcan siqnalı qeydə alınıb. Profilaktik məqsədlə Qvelti kəndi yaxınlığında hər iki istiqamətdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Devdoraki vadisində yerləşən həyəcan sistemi aktivləşdirilib və yüksək dəqiqlikli sistem dərhal Qazbegi gömrük keçid məntəqəsinə həyəcan siqnalı göndərib. Təhlükəsizlik məqsədi ilə gömrük əməkdaşları, patrul və sərhəd polis nümayəndələri, eləcə də ərazidə olan şəxslər və avtomobillər təhlükəsiz əraziyə təxliyə edilib. Qazbegi gömrük keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları müvəqqəti dayandırılıb. Təhlükə azaldıqdan sonra məntəqə normal rejimdə fəaliyyətini davam etdirəcək. Rati İona Tamaşvilinin açıqlaması siyasi qiymətləndirmələrə səbəb olub. Onun sözlərinə görə radikal müxalifətin hərəkətləri Gürcü-Abxaz münasibətlərinin bərpası cəhdinə mane olub. İona Tamaşvili bildirib ki, müxalifətin məqsədi ölkədə sabitliyi pozmaq və xaos yaratmaqdır. Onun sözlərinə görə biznes tərəfindən Abxaziyaya göndərilən 3000 tonu yanacaq Rusiyaya nəzərdə tutulmayıb və bu barədə müxalifətin açıqlamasını absurd hesab edir. Ölkənin turizm imicinin və iqtisadi maraqlarının zədələnməsi ilə bağlı baş nazir açıqlamasına siyasi reaksiyalar davam edir. Müxalifətin bir hissəsi İrakli Qobaxidəni tənqid edir və onun mesajlarını Rusiyaya yönlü və anti-milli adlandırır. Hakim komanda isə baş nazirin mövqeyini bölüşür və ölkə daxilində fəaliyyət göstərən agentlərin iqtisadi inkişafın qarşısını almağa çalışdığını bildirir. İrakli Qobaxidəni müxalifətin xarici göstərişləri yerinə yetirməkdə və Rusiya ilə qarşı durmanı dərinləşdirməkdə ittiham edir. Parlament çoxluğunun üzvü Levan Maçavaryani ikili standartlardan və ölkəyə məqsəd yönlü zərər vurmaq cəhdlərindən danışır. Onun sözlərinə görə 2008-ci il müharibəsindən sonra bəzi müxalifət nümayəndələrinin və GHT sektorunun Rusiyaya münasibəti ciddi şəkildə dəyişməyib. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra mövqeylərini dəyişiblər. Maçavaryaninin fikrincə bəzi hallarda bunun sifarişlə, bəzi hallarda isə trendlə bağlı olduğunu görünür. Mikhail Saakashvili bildirir ki, ümum illik xilas dalğası yaradılmalıdır. Onun sözlərinə görə Gürcü arzusu böyük xəyanət hazırlayır və Abxaziya üzərindən Rusiyaya yanacaq göndərir. Saakashvili bütün vətənpərvərləri birləşməyə çağırır və əks halda ölkəni məhv olmaq təhlükəsi ilə üzləşəcəyini bildirir. Vətənə xəyanət və təxribat işi üzrə araşdırma davam edir. İş Georgi Baramidzenin açıqlaması əsasında başlanıb. Son günlər prokurorluqda Abxaziya müharibəsi veteranları dindirilir. Baramidzenin sözlərinə görə Abxaziya müharibəsi zamanı Gürcü hərbçilər əsirləri güllələyiblər. Cəmiyyətin reaksiyasından sonra o açıqlamasını bir neçə dəfə izah edib, lakin dediklərini tam şəkildə təkzib etməyib. Barbara Fos Gürcüstanda Almaniyanın yeni səfiri təyin olub. Məlumat səfirliyin saytında dərc edilib. Fos son 3 il Hindistanda baş konsul vəzifəsində çalışıb. Bundan əvvəl isə İsrail və Berlində müxtəlif vəzifələrdə işləyib. O səlahiyyət müddəti 30 iyun 2026-cı ildə başa çatan Peter Fischer səfir vəzifəsində əvəz edib. Xarici ticarət dövriyyəsi yanvar-iyul aylarında artıb. Sakstatın məlumatına görə Gürcüstanın xarici ticarət dövriyyəsi 15 milyard 517 milyon dollar təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% çoxdur. İxrac 4 milyard 668 milyon dollar, idxal isə 10 milyard 849 milyon dollar olub. Mamukam Dinaracı yeni dövlət nümayəndəsini Mtsxetam TNT bələdiyyələrinin merlərinə və Sakrebulu sədrlərinə təqdim edib. O yeni vəzifəsində uğurlar arzulayıb və regionda mühüm layihələrin həyata keçiriləcəyini bildirib. Narkotik cinayətlərinə görə saxlanılan 135 nəfərə, o cümlədən xarici ölkə vətəndaşlarına rəsmi ittiham irəli sürülüb. Onlar küllü və xüsusilə küllü miqdarda narkotik və psixotrop maddələrin qanunsuz alınması, saxlanılması və satışı ilə bağlı saxlanılıblar. 135 nəfərdən 55-i müxtəlif formalarda narkotik satışında iştirak edib. Hüquq mühafizə orqanları küllü miqdarda narkotik və psixotrop maddələr, narkotik satışından əldə edilən pul və odlu silahlar götürüblər.
İlya İncəyə qarşı sosial şəbəkədə edilən təhqiramiz ifadələrlə bağlı iş üzrə Teymuraz Qogiçayşvili 1500 lari məbləğində cərimələnib. İş 173-cü maddə əsasında başlanıb. Daxili İşlər Nazirliyinin müvafiq qurumu hadisəyə reaksiya verərək işi məhkəməyə təqdim edib.